Salam, hər vaxtınız xeyir olsun. Dəyərli TikTok izləyicilərimiz, əziz YouTube səhifənin izləyiciləri, xoş gördük sizləri. Bugün yenə də Xəzər rayonu Binə Safxozda, ancaq gözəl bir məhəllədə. Safxozun uzaq bir məsafəsi deyil. Baş yola cəmi 250-300 metrə məsafədə belə bir şəxsi evimiz. Çıxıb satışa gözəl insanlar. Gördüyünüz kimi həyəti də belə geniş. Belə bir çöl görünüşü, belə bir evdir, dəyərli dostlar. İlk öncə sizləri tanış eləyim. Həyətdə, evin içində də sanitar-sanitör qovşağı var. Həyətdə də sanitar-sanitör qovşağı ilə sizləri tanış eləyək. Gözəl insanlar, baxın. Bütün hər bir şey nə qalıbsa remont olunub veriləcək təhvil. Bu həyətin sanitar-sanitör qovşağıdır. Burada isə əl-yüz yuyanlıdır. Bu da hazırlanıb veriləcək təhvil. Bunun üstü isə 5-6 tonluq su basenasıdır. Gözəl insanlar. Hal-hazırda su ilə doludur. Su basenasıdır. Evimizin qazı, suyu, işığı daimidir. Dövlətin verdiyi Azər suyu nə qədər varıdır. Kanalizasiya xətti şambodur. Gördüyünüz kimi. Bu evimizin belə bir çöl görünüşü idi. Gözəl insanlar. Evimiz 7 daş kürsüdədir. Qoşadaşla tikilib, paket damdır. Padval hissəsinə giriş buradandır. Keçək bir dənə evimizin içərisi ilə də tanış olaq. Gördüyünüz kimi iri şəbəkə pəncərələri ilə birbaşa öz həyətinə baxır gözəl insanlar. Evimizin içərisinə keçək. Keçən kimi belə bir gözəl, səliqəli belə bir koridor hissəmiz var. Gördüyünüz kimi tam hazır, yaşayışa tam hazırdır. Dəyərli dostlar, bu evimizin gözəl belə bir səliqəli qonaq otağıdır. Çox səliqəli otaqları var, həqiqətən. Baxın, gözəl belə bir səliqəli qonaq otağıdır. Evimiz yaşayışa tam hazırdır, gözəl insanlar. Yaşayışa tam hazırdır. Keçək bir dənə növbəti otaqlarla da tanış olaq. Burada evimizin belə bir səliqəli, gözəl belə bir yataq otağı var. Gördüyünüz kimi, baxın, səliqəli belə bir yataq otağıdır. Bu evimizin növbəti belə bir yataq otağıdır. Otaqlar tam hazır, çil çıraqlarına qədər asılıb, yeri laminatlı, aboy bahalısındandır, patolog da alçıpandır, gördüyünüz kimi. Sanitar və sanitör qovşağı hazır vəziyyətdə, aksesuarları da alınıb gözəl insanlar. Tam hamısı qoyulub veriləcək təhvil sizlərə. Keçək evimizin mətbəx otağına. Bu da evimizin gözəl belə bir səliqəli, geniş, xanımların ən çox sevdiyi, dəyər verdiyi, vaxt keçirdiyi belə bir gözəl mətbəx hissəmiz. Gördüyünüz bu vəziyyətdə gözəl insanlar, 3 otaq, 1 mətbəx, sanitar və sanitör qovşağı, belə bir gözəl koridor.